Deməli, mənim qızımın 7 yaşı var. O fikrin tam səlit şəkildə mənim başa düşəcəyim formada izah eləyə bilir. İstəyirəm, istəmirəm, qəbuldur, qəbul deyil. Hekayə də danışanda başa düşürəm. Oğlumun qısa sözlərini başa düşürəm, amma uzun qurduğu cümləni başa düşmürəm. Mama, orada olmuşdu, nə idi? Söhbət uzanır, mən məğzini itirirəm. O mənə nə demək istədiyimi başa düşmürəm. Axırda o gülürsə mən gülürəm. Axırda o nə reaksiya versə mən də onun eynisini edirəm. Mən maraqlıdır bu uşaqda olan nədir? Bu sujet xətti dildə qalır sanki. Məsələn, balaca uşaqlarda olur. Green, yellow, red. Əslində sözlər tam demir. Amma o intonasiya qalır balaca uşaqda da. Amma sözlər tam deyil. Sözü də tam deyil. Məğzi də tam deyil ki, mən başa düşə bilmirəm. Deyirəm, Fərid, olar sən təkrar deyəsən. Mən ona təkrar deyəndə o da hisslənir ki, bu nə deyə? Sən başa düşmürsən, mən nə deyirəm? Orada belə bir itirmə anımız olur.